Çətinliklərin ömrünün qısa olduğunu bilin. Daimi deyil. Bu birinci məsələ. İkinci məsələ, onu bilin ki, çətinlikdən üzvü ağ çıxsınız, Allah sizin üçün bir mükafat ayırıb. Onun sizə lütf eləyəcək. O nədir, bilmirəm. Quranda bir ayə var. Deyir, Allah ruzi verər, lütf edər, bir qeyri hesab. Bir qeyri hesab nə deməkdir? Hesabsız. Nə mənada, nə anlamda? Məsələn, bir təfsirə çıxdı qabama, mövzuya uyğun cavab verəm. Deyir ki, Allah sən nə söyləyirsən, bir xüsusi düsturu yoxdur ki, bunu verəcəm. Kəmiyyəti ilə keyfiyyəti bəlli deyil. Bəzi vaxtlar yaxşı dost verir, bəzi vaxtlar bir bəla gəlib var, onu sovuşdurur. Bəzi vaxtlar zehin açıqlığı verir, bəzi vaxtlar ibadətə eşq verir. Bəzi vaxtlar əhl-i beyt ünsiyyəti bərpa eləyir. Bir qeyri hesabdır. Onlar ki, bəla ilə üzləşiblər, çətinlik ilə üzləşiblər. Allah Teala Quranda buyurur, "Ellezina iza asabatuhum musibə qalu inna lillahi və inna ileyhi raciun ulaika aleyhim salavatun min rabbihim və rahmə və ulaika humul muhtadun." Elə ki, çətinliklərin üzləşdilər, müsibətlərin üzləşdilər, dözdülər, möhkəm dayandılar, Allahdanıq, Allaha qayıdırıq dedilər, yəni xəttdən çıxmadılar.